Bilmirəm, qozlu acıka yemisiniz, yeməmisiniz, amma mütləq hazırlayın. İnandırım sizləri ki, dadından yedikcə doymaq olmur. Əvvəlcə tərəvəzlərimi almaq üçün yollandım 8-ci kilometr bazarına. Bazarın içərisində alış-verişimi etdikdən sonra, tərəvəzlərimi aldıqdan sonra birdən yadıma düşdü ki, acıka üçün mənə qoz ləpəsi lazımdır. Onu da Xan Çərəz dükanından aldım. Hər zaman evimə lazım olan çərəzlər olsun, dənli bitkilər olsun, bu dükandan alıram. Çox sevdiyim bir dükandır. Həm məhsulları keyfiyyətlidir, həm də dükan özü çox səliqəlidir. Mənə lazım olanlar qoz ləpəsidir. Sevdiyim bu qarışıq olan ətirli quru çaydır. Bundan aldım və ən sevdiyim çayla içməyə bu quru meyvədir. Ərik qurusudur, içərisində kişmişli, üzəri qozlu, çox ləzzətlidir. Bir-birindən dadlı, ləzzətli sucuklar, lokumlar, hələ fındıqlı Naxçıvan nabatı o qədər dadlıdır ki, çayla içdikcə elə çay içmək istəyirsən, dadından doymaq olmur. Meyvə qurusu çeşidləri də həddindən artıq boldur. Hansı meyvə qurusunu istəyirsinizsə, bu dükandan tapa bilərsiniz. Dükanda həm çərəzlər, həm meyvə quruları, həm dənli bitkilər, hər bir şey var. Düyü, quru çay, nə istəsəniz hamısını buradan əldə edə bilərsiniz. Əgər 8-ci kilometr bazarına yolunuz düşərsə, mütləq Xan Çərəz adlı bu dükana bir dəfə də olsa baş çəkin. Bilirəm ki, sizlər də mənim kimi çox bəyənəcəksiniz və tez-tez gəldiyiniz bir dükan olacaq. Belə dəyərli izləyicilərim, burada alış-verişimi bitirdim və yollandım evə. Tərəvəzlərimi hamısını təmiz-təmiz yudum. Acıkanı hazırlamaq üçün bizə 2 kiloqram yarım şirin qırmızı balqar biber lazımdır və çalışın biberləri alarkən ətli biberlər alın. Biberləri yuduqdan sonra tavanın içərisində közləyirəm. Bunu istəsəniz sobada da edə bilərsiniz, amma tavada eynən manqaldakı kimi olur. Sanki manqalda hazırlamısan, çox qəşəng ətirli, dadlı olur. Ona görə 2 tavanın içərisində tez-tez, yəni tez başa gəlsin deyə 2 tavada hər iki üzünü qəşəng közlədim və közləyərkən qapağını da üzərinə yerləşdirin ki, biberlərin içərisi də yumşalsın və üst-üstə yığıb qapağını üzərinə örtürük ki, qalsınlar, biraz qabıqları yumşalsın, nəmlənsinlər ki, soyanda rahatlıqla soymaq olsun. Gördüyünüz kimi baxın, bir neçə dəqiqə keçdi və qəşəng belə biraz da nəmləniblər. Qabıqlarını təmiz-təmiz soydum, tumlarını da təmizlədim və mən pomidorlarını da burada 1 kiloqram bizə pomidor lazımdır. Pomidorlara da üstəgəl formasında kəsik atdım, üzərlərinə qaynar, yəni çaydandan su əlavə etdim. Onları da gözlətdim biraz, qabıqları yumşaldı, qabıqlarını soydum, doğradım. Qabıqlarını soyduğumuz pomidorları rondodan keçirdirik və iri bir qazan götürürük. İçərisinə 1 stəkan, yəni 200 ml qarğıdalı yağı əlavə edirik. Yağ biraz isindikdən sonra rondodan keçirdiyimiz pomidorları da içərisinə əlavə edirik. Pomidorlar yağın içərisində bir 15 dəqiqə gür odda qaynayır və bu müddətdə də biz közlədiyimiz biberləri də rondodan keçirdirik. Bir 15 dəqiqə pomidorlar yağın içərisində gür odda qaynadıqdan sonra biberləri də içərisinə əlavə edirik və bunları yaxşı-yaxşı qarışdırırıq. Gür odda bir qədər bişiririk. Bizə lazımdır ki, birlikdə bişsinlər və suyu bir qədər çəkilsin. Suyu biraz çəkildikdən sonra, bunu artıq saatla mən deyə bilməyəcəm, özünüz bişirdikcə görəcəksiniz. Bir xeyli bişdikdən sonra bir iri baş sarımsağı soyuruq və bunu da mən əl blenderindən keçirdirəm. Gördüyünüz kimi içərisində diri-diri qalmalıdır ki, hiss olunsun və bir ədəd də zövqə görə, istəyə görə qırmızı acı biberdir. Qırmızı acı biberin tumlarını təmizləmişəm, onu da rondodan keçirtdim və bir stəkanda qoz ləpəsi də. Bunu da rondodan keçirtmişəm və ədviyyatları əlavə edirəm. Ədviyyatlardan 1 çay qaşığı quru nanə, 1 çay qaşığı sumaq və 1 çay qaşığı dolu üyüdülmüş keşniş toxumudur. 1 xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu və yarım çay qaşığı da qırmızı pul biber əlavə edirik. Bunları yaxşı-yaxşı qarışdırırıq və yağa düşənə qədər bişiririk. Üzərinə qapaq yerləşdirmədən gür odda ara bir qarışdırmaq şərti ilə qeyd etdiyim kimi yağa düşənə qədər bişiririk. Özünüz də görəcəksiniz ki, üzərində olan o pomidorların, biberlərin suyu buxarlanıb və acıkamız yağa düşüb. Baxın, bu cür olduqda artıq biləcəksiniz ki, hazırdır. Mütləq çalışın ki, acıka bişən müddətdə qapaqları və bankalarda steril edin. Mən ayrıca olaraq bir qazanın içərisində bankalarımı, qapaqlarımı da qaynadıram. Və gördüyünüz kimi artıq acıkamız hazırdır. Qəşəng yağa düşən kimi götürürük. Ocaqdan da qaynar halda olarkən elə isti-isti acıkanı biz bankalarımıza, steril etdiyimiz bankalara doldururuq.
Üzərin qalın örtüb bir gecə saxlayıram. Səhəri gün isə sərin yerdə qışa saxlayıram. İstəsəniz həm soyuducuda da saxlaya bilərsiniz. Sərin kladovkamız, şkafınız varsa, orada da saxlaya bilərsiniz. İnanın ki, o qədər dadlı, o qədər ləzzətli alındı ki, baxın, görürsüz, sarımsaqdır, qoz ləpəsidir. İçərisində bir qədər belə diri qalanda çox gözəl görünür. Dadından, ləzzətindən də doymaq olmur. Bəlkə də düşünəcəksiniz ki, sumaqdır, quru nanədir, keşniş toxumu, bunları görəsən hamısını əlavə etdikdə necə dad vermiş olar? İnandırım sizləri ki, bu əlavə etdiyim ədviyyatlar bu acıkaya o qədər ləzzət, o qədər dad vermiş olub ki, möhtəşəm bir dadı var. Mütləq hazırlayın və qapaqlarının möhkəm bağlanmasından əmin olun. Bilirəm ki, 100% çox bəyənəcəksiniz. O qədər dadlı, ləzzətlidir ki, adam elə çörəyin üzərinə çəkib yemək istəyir. Mütləq hazırlamağınızı tövsiyə edirəm. Bu qədər. Əgər videonu bəyəndinizsə, zəhmətə dəyər verib videomuzu bəyənib yaxınlarınıza paylaşmağı unutmayın. Bir kəlmə olsa belə mütləq şərh yazın. Geri dönüşlərinizi gözləyəcəm. Sağ olun, salamat qalın.